Əgər evdə yemədiyiniz yem varsa, bu piroqu mütləq hazırlamağınızı tövsiyə edirəm. Tez hazırlanan, ağızda əriyən bu piroqu yesəniz, bir də dadından doymayacaqsınız. Necə hazırladığımı isə gəlin birlikdə izləyək. Əvvəlcə 4 stəkan unu qaba əlavə edirəm. Üzərinə otaq temperaturunda olan 200 qram yağ əlavə edirəm və onu umaç halına gətirirəm. Üzərinə 3 ədəd yumurta, 2 stəkan qatıq, 1 ədəd qabartma tozu, 1 stəkan süd əlavə edib xəmir kimi yoğururam. Əgər unu az olarsa, sonradan əlavə edə bilərsiniz. Yumuşaq bir xəmir əldə edirəm və gözlətmədən soba listinə yayıram. Pizza sosu yayırmış kimi cemi xəmirin üzərinə yayıram və əvvəlcədən ayırdığım umacı onun üzərinə əlavə edirəm. Əvvəldən ayırdığım xəmiri isə ofluqla açıram və kiçik hissələrə bölürəm. Bunu da piroqun üzərinə forma vermək üçün hazırlayıram. Piroqun üstünə istədiyim kimi forma verdikdən sonra əvvəlcədən 200 dərəcədə qızdırdığım sobada təxminən yarım saat bişməyə qoyuram. Üzəri qızarınadək bişməyə qoyuram. Bu reseptlə həqiqətən çox dadlandı. Kim hazırlayırsa nuş olsun. Belə videoların daha çox gəlməsi üçün videonu bəyənməyi və rəylərdə fikrinizi yazmağı unutmayın. Gəlin videolarda görüşənədək.